Hörmətli tamaşaçılar, biz bu günləri hal-hazırda Qədim Gəncənin yeraltı yollarından birinə düşməyə hazırlaşırıq və onu da qeyd etmək istəyirəm ki, bu günə qədər bu yol heç vaxt tarixin ta dərinliklərindən bu günə qədər araşdırılmamış, axtarılmamışdır və hal-hazırda bu günləri Gəncə şəhər rəhbərliyinin köməyi və qayğısı nəticəsində bu yeraltı yollar araşdırılır və geniş bir maştabda üzə çıxarmağa səy göstərilir. Və bu məqsədlə də biz yeraltı yollara, yeraltı tunellərə düşməyə çalışırıq və oradakı görüntüləri çəkib sizə göstərməyə hazırlaşırıq. Sağ olun. Bunun altı var. Tünel bak buradan başlıyor bak. Bak bu barını görürsünüz. Tünel buradan başlıyor. Buradan? Ha bak o barının önünden başlayıb belə gedir. Bunun altı belə tak-tak torpaqdır. Buradan da çitsən gəl. Bunun altı gələndə bu zibilinin altı tökülər bura. Sanki qadı açdılar, qapı var, qaz verir mənim. Onun torpağının hamısı burada. Hamısını burada tutuşurlar. Və indi hal-hazırda biz bu günə qədər aşkar olunan yeraltı yolların və müxtəlif yaşa obyektlər kimi işlənən yeraltı tunellərin tam olaraq altındayıq. Tam alt qatdayıq və havanın da çatışmamazlığı burada özünü bariz olaraq nümayiş etdirir. Hava çatışmamazlığı var, ona görə müəyyən qədər çətinliklər çəkilir. Ancaq buna baxmayaraq, o çətinliklərə baxmayaraq, şəhərimiz üçün görülən bütün işlər şəhərimiz üçündür, xalqımız üçündür, tariximiz və dövlətimiz üçündür. Ona görə irəli gedək. Buradan o tünellərdən 7 dənə yol var. Git. Nazir, indi gəlsən biriniz oradan keç, çək. İndi sən məni gör. Tələsmə. Kapalı gel. Cügüt. 1992. Sadəcə olaraq bu yolları aşkar olunmaqdan ötürü buradakı torpaqlar, yəni müxtəlif zamanlarda dolmuş torpaqlardır. Yəni deformasiya uğramış yerlər və s. və axırdır ki, buranın yolunu tam olaraq tutmuşdur. Ancaq biz bu yolları, bu torpaqları buradan çıxarsaq, yenidən bir tarixi abidə, tarixi, necə desək, bir yer əldə eləmiş olaraq. Baxın, tam olaraq yeraltı yolların tunelləridir. Çox təəssüf olsun ki, yəni müxtəlif məişət tullantıları ilə bura doldurulmuşdur və buna baxmayaraq bu günlər biz bunları yenə də aşkar edə bilərik. O qırmızı kərpiçlə hörülmüş yer isə digər tunelə açılan bir yoldur, yola açılan bir yoldur, şəhərin mərkəzinə açılan yoldur. Əgər o yol, o qırmızı kərpiç oradan keçirsə, şəbəkə kimi labirint olaraq bir-biri ilə biz bu yeraltı yolları tam olaraq bağlaya bilərik. Və müxtəlif dövrlərdə görürsünüz, bura kanalizasiya turbalarının çəkilməsi, eyni zamanda kanalizasiyanın necə deyərlər, məişət tullantıların turbaları bu yeraltı yollara buraxılmışdır və bu da təbii ki, məqsəd yönlü şəkildə aparılmışdır. Mən istəyirəm bu kanalizasiya turbasını da Nazir götürəsən. Ancaq bu günləri lazımsızdır. Yəni, artıq istifadə olunmur. Ancaq buna baxmayaraq, bu kanalizasiya turbası da
vasitəsilə birbaşa yeraltı yollara buraxılmışdır. Oluruq, demək olar. Görürsünüz, bu pilləkən vasitələri ilə biz görürsünüz neçə qat yerin altından düşə-düşə gəldik və bu gün də əlavə bir, növbəti bir keçiddir ki, bura vurulmuşdur. Gedək nə olsun? Ehtiyatlı ol, ehtiyatlı. Ehtiyatlı ol. Çıx, yaxşasın. Burada çay daşları var, bunlar... Siz döşüm oldu. Yox, ehtiyac yoxdur. Şəhəsi deyil. Düşmək olar. Tam olaraq. Və görürsünüz ki, yenidən əlavə olaraq biz çox maraqlıdır. Əlavə olaraq yeni tunellərə getmək iqtidarındayıq. Düzdür, nəmişlikdir, çünki yenə deyərlər, burada da hər bir şey görünür. Yəni, kanalizasiya xətlərinin, qovşaqlarının bura birbaşa buraxılması, tullanması. Ancaq çox qəribədir ki, tarixin keçmişində, yenə desək, nə dərəcədə yüksək səviyyədə inşa edilmişsə də, kərpişlər eyni zamanda çay daşı bu günə qədər də özünün gözəlliyini qoruyub saxlamaqdadır. Və baxın, kərpişlər də belə nəzik kərpişlərdir, nəzik kərpişlər, hansı ki, Gəncənin bariz nümunəsidir, pişmiş, qırmızı kərpiç. Və biz yeni bir etaba daxil oluruq. Və tam olaraq əlavə dairəvi şəkildə yeni bir yol bu günləri biz üzə çıxarmışıq. Baxın burada. Və bu yol bu istiqamətdə də görürsünüz uzana gedir. Ancaq yuxarı hissədən bura müəyyən məişət tullantıları tullanıb və bu məişət tullantıları tullanmasına baxmayaraq zaman-zaman uzun illərin keçidində bunlar burada böyük bir dağ şəklini almışdır. Ancaq bunlar buradan götürüldüyü təqdirdə təbii ki, biz yenidən bir tarixi abidə əldə etmiş olaraq. Və fikir verin, buradakı tikililərə düz həm bünövrə çay daşından, həm qırmızı kərpişdən inşa olunmuşdur. Və bu gün də, necə deyərlər, öz gözəlliyini qoruyub saxlamaqdadır. Digər tərəfdə də müəyyən kərpişdən tikililər var və onlar götürdüyü təqdirdə, bəli, müəyyən bu yeraltı yolları biz aşağı üzə çıxarmış olarıq. Ən maraqlısı ondan ibarətdir ki, bu kanalizasiya qovşağı, görürsünüz, şəhərin və bu yaşayış massivinin kanalizasiya qovşaqları yeraltı yollara buraxılmışdır. Və düzdür, artıq bu günləri istifadə olunmur. Ancaq ona baxmayaraq, həmin o qovşaqlar buranı müəyyən qədər çirkləndirmişdir. Və burada bu havalandırma sistemləri var. Düzdür, illərin necə deyərlər, keçməsi nə baxmayaraq, həmin o havalandırma dolmuşdur. Hava çatışmamazlığı, doğrudan da içəridə hava çatışmamazlığı var. Çünki artıq heç də onun ki, nəfəsdə müəyyən problemlər yaranır və bu, ancaq bax, bunlar havalandırma sistemidir. Yeraltı yolların havalandırma sistemidir ki, ancaq bu günləri yararsız vəziyyətdədir. Onu çəkib çıxartmaq olar mı? Kanalizasiya turbasını. Çətinməyəcəm. Haydi, onu çıxar. Ehtiyatlı ol, ehtiyatlı ol. Onu qırmaq lazımdır. Eybi yox. Nazir. Ehtiyatdayım, naid eləmə. Siz eyvah. Kırıldı. Bir taş.
Qırılmasın, ev yox. Oraya getmək olsa hava çatışmır. Nazir, sən buranı da götür. Artıq ora getmək çətinliklər törədir. Ancaq mən istəyərdim gedəm, müəyyən qədər ora baxam, sonra Nazir, çalışarıq ora gedək, oradan bir görüntü götürək. Burada müəyyən görüntülər var. Kərpişlə hörülüb, artıq ora hörgü hörülməyib və sadəcə olaraq keçid məqsədini taşıyır. Gördüyünüz bu tağlı istiqamət, tağlı, arka şəklində inşa olunmuş yeraltı tuneldən fərqli olaraq tunelin daxilində tam olaraq kiçik bir keçid var. Tam olaraq kiçik bir keçid var. Mən həmin keçidə keçib, orada hansı görüntülər olmasına baxmaq istəyirəm. Çalışdığımız qədər gedək. Nə qədər getməyə bacarıq, gedək. İki yol. İki müxtəlif yollar var. Nazir, arxamca gələ bilərsən? Gələrəm. Səsim düşür ora. Düşür. Və burada çox maraqlı yerlər var. Mən ancaq düzdür, havanın çatışmamazlığına baxmayaraq istəyirəm bunları da götürək. Düzdür, bura artıq, necə deyərlər, şəhərin turistləri üçün istifadə oluna bilməz. Çünki artıq burada insan hərəkət eləyə bilmir. Həm də eyni zamanda necə deyək, sanitar qovşağın tullantıları bura tullanıb. Adı buna baxmayaraq, necə deyərlər, şəhərimiz üçün hər bir şey etməyə hazırıq. Gəlirsən arxamca, Nazir? Gəlin, gedin. Çox getmə mənim. Torpaq. Deyil. Ancaq Nə var müəllim? hava çatışmamazlığı var, nəfəs çatışmır. Ancaq oradan qoy çəksin də mən. Ancaq çox maraqlı görüntülər var, Nazir. Həm də nəmdir, yer kanalizasiyanın tullantıları var. Gələ bilərsən biraz? Gələrəm. Mən biraz irəli gedim. Çox irəli getməyim mənim. Biraz da torpaq eroziya uğrayır burada. Ancaq istəyirəm mən çıxam, Nazir, sən görüntüləri götür. Çıxın qoy. Bəli. İndi istəyərdim siz öz fikirlərinizi bildirəsiniz. Orada 2 dənə yol görsənir. Elə dur, biri sola, biri sağa. Bəli. Və o təbii ki, sola sağa olan yollarda keçmək olar. Ancaq yenə deyirəm, sanitar qovşağının müəyyən tullantıları uzun illər oraqdığına görə müəyyən lilli torpaq yaratmışdır, yumuşaq torpaq. Ona görə həm hava çatışmamazlığı, həm də müxtəlif çihli qazlar var ki, insan nəfəsini kəsir. Ona görə artıq dərinə getmək imkanımız yoxdur. Ancaq ona baxmayaraq, bəli, artıq müəyyənləşdirdik ki, hətta bu kərpişdən də fərqli olaraq, qırmızı kərpişdən də fərqli olaraq, çay daşından qazma yollar, kənkanların qazma yolu ilə yeraltı yollar da şəhərin altına bilinməyən istiqamətdə hərəkət edir. Buradan həmin bu yollardan fərqli olaraq görürsünüz, balaca keçid artıq başqa bir tapıntı demək olar bura. Burada qırmızı kərpişdən inşa olunub, araları qırmızı kərpişdən hörülüb, ancaq içəri daxil olduqca biz qırmızı kərpiş yox, qazılmış torpaq görürük və həmin o qazılmış torpaq uzun uzadı, iki istiqamətdə hərəkət edir. Biri sağ istiqamətə, biri sol istiqamətə və ancaq sol istiqamətdə gedən yol biraz qısalır, ancaq sağ istiqamətdə olan yol burulub arxa tərəfə getmək iqtidarındadır. Ancaq təbii ki, getmək olmur. Həm yerdardır, həm də nəfəs çatışmamazlığı var, hava çatışmamazlığı var. Hava çatışmamazlığı da insanı boğur. Və bu günləri biz buranı aşkar elədik və bu yeraltı tunel tam olaraq mərkəzdədir və bu mərkəz, biz burada müxtəlif işlər aparsaq, digər yeraltı tunellərə, eyni zamanda bugün müxtəlif yaşa obyektləri kimi işləyən yeraltı zirzəmlərə və eyni zamanda tunellərə çıxış əldə etmək mümkündür. Sadəcə burada müəyyən qədər işləmək lazımdır. Yəni, torpaqlar çıxsın, çihli sanitar qovşağın tullantıları buradan götürülsün. Havalandırma sistemi, yəni biraz əvvəl mən qeyd etdiyim kimi havalandırma sistemi var. Ancaq həmin o havalandırma sistemi
ağzı uzun illərdir ki, müxtəlif tullantılara bastırılmış, doldurulmuşdur. Ona görə içəridə hava çatışmamazlığı əmələ gəlmişdir. Və içəridə də görürsünüz ki, həddindən artıq çox nəmişlik var. Həddindən artıq çox soyuqdur içəri. Nəmişliyin də olmasının səbəbi təbii ki, uzun illərdir ki, bu ərazidə yaşayan insanların sanitar qovşağını bura axıdılmasıdır. Və görürsünüz, üzərində əyləşdiyim boru da sanitar qovşağıdır ki, hansı ki bizim sonunda aşkar elədiyimiz kiçik bir yola gəlir, buraxılır və oradan da axa-axa şəhərin at qatının dərinliyinə doğru hərəkət edir. Yenə də bu günləri biz bunları aşkar elədik, ancaq müəyyən qədər hələ qarşıda işlərimiz var. Onlar da aşkar edib. Əsas hədəfimiz odur ki, necə deyək, şəhər rəhbərimizin göstərişinə müvafiq olaraq bu yollar aşkar olsun, alimlər və tədqiqatçılar tərəfindən doğru, dürüst tədqiq edilsin və tədqiq edildikdən sonra şəhərimizin sakinləri, şəhərimizin qonaqları üçün müəyyən tarixi abidə kimi nümayiş etdirilmək iqtidarında olsun. Bizim hər birimizin çaba sərf elədiyimiz əmək ondan ibarətdir ki, bu yeraltı yollar təbii ki, şəhərimizə qaytarılsın. Və onu da qeyd etmək istəyirəm ki, Gəncə şəhəri bu günləri həqiqətən də özünün əsl simasını əldə eləyir, gözəlləşir, müxtəlif yeniliklər əldə olunur. Ancaq buna baxmayaraq, bu gözəlləşməyə, bu yeniliyə baxmayaraq, Gəncə şəhəri dünya şəhərlərinin içərisində yeganə bir incidir ki, onun şəhərin üzərindən fərqli olaraq, şəhərin altında da bir şəhər, yeraltı yollar vardır ki, bu da hər bir şəhərə nəsib olmayan amillərdən biridir. Və bu gün də biz şəhər sakinləri, eyni zamanda şəhərimizin rəhbəri bu yeraltı yolları aşkar edib, üzə çıxarılmasında, tədqiq olunmasında, dəqiqliklə öyrənilməsinə məsuliyyətlə yanaşır. Hər birimiz də şəhər rəhbərimizin arxasında ona bu yolda köməklik eləyirik. Çox sağ olun. Tam olaraq sakitçilik. Buranın zibilini dağıtmaqdan ötürü, havalandırmaqdan ötürü birinci bir sayısı. Hansı çayçı? Üstədir. Bu hansı çayçıdır? Üstəşi qatqanı çıxanda sağdakı. Bunun üstüdür də. Demək istəyirəm ki, bu bizim bu günləri aşkar elədiyimiz tunel bunun üzərindəki bir tunelin altıdır. Ən maraqlısı ondan ibarətdir ki, biz bu günə qədər bunun üstündəki tunelin üzərində deyildik ki, tarixi abilədir və s. və al-axır çox gözəldir və müəyyən oradakı tərtibat işləri. Ancaq həqiqətən də ən gözəl tapıntılardan biri budur ki, bunun üzərində bir tunel var. Və bax, bu şəhər rəhbəri qeyd etdiyi kimi 2 mərtəbəli yeraltı yollar, baxın, 2 mərtəbəli yeraltı yollar tam olaraq bunlardır. Mən əminliklə bu günləri söyləyirəm ki, 2 mərtəbəli yeraltı yol Gəncədə var və mövcuddur. Bəzi insanlar müxtəlif fikirlər, fərziyyələr irəli sürür ki, yeraltı yollar yoxdur, uydurmadır və s. və axır. Bu günləri mən tam əminliklə söyləyirəm ki, bu yeraltı yolun üzərində əlavə bir yeraltı yol da var ki, biz həmin o yolun altındayıq. Həmin o yolun altında və bu günləri tarixi faktor kimi sübut eləyə bilərik ki, bunun üzərində bir tunel, altında bir tunel, altında bir tunel. Eyni zamanda həmin o tunellərdən fərqli olaraq, qırmızı kərpişdən inşa olmuş tunellərdən fərqli olaraq, əlavə bax, bir tunel də, kiçik bir tunel də buradadır. Və bunlar heç ara getmir. Gəncənin tarixidir, buradadır. Əgər müxtəlif tarixçilər öz fərziyyələri varsa da, görüntülərə baxıb fikirlərini söyləyə bilərlər. O bizim tarixçinin altı, bizim tunel var. Hadi. Onun altında bir dənə uzun elə bir tunel var. Bu 16 metr. Bunları açsaq gedəcəkdə hamısına. Bunlar yox, o taxtaq. Oradan taxtaq. Sən görməsə, taxtaq oluyor üçün. Mən istəyirəm, Nazir, oradan da müəyyən görüntülər götürəsən. Və həmin o tuneldən çıxırıq, yenə də deyirəm. Yəni, gözəllik ondadır ki, baxa bilərsin. Tunel, yenə deyirəm, şəhər rəhbərinin qeyd etdiyi kimi 2 mərtəbəli yeraltı yollar. Baxın, çox adam inanmır ki, 2 mərtəbəli yeraltı yollar var. Görürsünüz, əlavə bir tuneldir. Baxın, gedir, birləşir oradan. Əlavə bir tunel, əlavə bir tuneldən düşürük. Başqa bir tunel, ondan sonra düşürük başqa bir tunel. Yəni, artıq, necə deyərlər, başqa şərhə ehtiyac yoxdur. Başqa şərhə ehtiyac yoxdur, hər şey göz qabağındadır. Mən bu günləri əlavə başqa bir görüntülər də göstərmək istəyirəm. Bu kameranın yaxlaşında özünü
doğrultsun. Oradan müəllim məhliyə xod var. Bu betonlanmış yer darvazaydı. Ramın məhliyə çıxacaq. Onu da deyim. Və buradan bu qırmızı kərpiç biraz əvvəl qeyd etdiyim kimi götürülsə və bu əlavə bu yollar da götürülsə, tunellərin ağzı tam olaraq açılır və bir-birinə bağlans şəkildə bağlanır. Və görürsünüz ki, məişət tullantıları və s. və alaxır. Buradasa bunlar sonradan hörülüb, tunelin ağzını kəsməkdən ötürülür. Və götürüldüyü tədqirdə heç bir problem qalmır. Tam olaraq yola çıxmaq iqtidarında oluruq.